Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Vessalatu vesselamu ala Resulillahil emin. Habibi ilahina ve tabibi nüfusina Ebil Qasimil Mustafa Muhammed. Ve ala ehli beytihi tayyibine tahirinel masuminel mukerremin siyumel hucceh beqiyetillah fil aradin ruhi ve ervahul alemin li turabi meqdemihil fida ve la'netullah ala a'daihim ecma'in minel ana ila qiyam yevmiddin a'udhu billahi mineşşeytanirracim. Rabbi şrah li sadri ve yessir li emri vahlul uqdeten min lisani yefqahu qavli. Hedef hakkında söhbətimizi devam ettiririk. Qeyd elədik ki, insanın həyatında uca hedef olmalıdır. İnsanın hedefi uca olmasa, hayatının istiliği, hərarəti olmayacaq. Hayatın cazibəsi olmayacaq. Hədəf uca olmasa, mümkündür sən o hədəfə çatasan. Amma o hədəfə çatdıqdan sonra həyat gözündə sönəcək. Nə üçün? Çünki sən insan olaraq uca hədəf üçün yaranmısan. Sənin vücudun, varlığın uca hədəfə hesablanıb. Ola bilər ki, təbliğatla sənin özvü və sənin hədəfi kiçilsinlər, səni aldatsınlar. Filmlərlə, müəyyən müxtəlif əsərlərlə, məsələn, sən filan uğura əl atsan, uğura imza atsan, filan sahədə uğurlu olsan, işdə, ailə münasibətlərində sənə əl çalacaqlar. Sən məqsədə çatmış sayılırsan. Hansısa bir əsər sənə bunu təlqin eləyə bilər. Ki, sənin son hədəfin budur ki, uğurlu bir iş adamı olasan. Son məqsədim budur. Hər hansı bir filmdə sənə alçaq hədəf təyin eləsələr, o fəsaddır. Ola bilər ki, orada iştirak edənlər hicablı olsun, namaz qılan olsun, saqqallı olsun, amma fəsaddır mahiyyəti. Çünki insanın azğınlığı o zaman başlanır ki, ona kiçik hədəf təqdim olunur. Bu azğınlığın başlanğıcıdır. Azğınlığın qaynağıdır, əsasıdır. Hədəf uca olmalıdır, eyni zamanda cəzbedici və real olmalıdır. Xəyali hədəf yox, real bir hədəf. İnsana qüdrət versin, insanı hərəkətə gətirsin. Hərəkət ömrünün sonuna qədər davam eləsin. Elə hədəf seçməliyik ki, ömrümüzdən böyük olsun. Son nəfəsimizə qədər o hədəfə doğru hərəkət eləyə bilək. Son nəfəsimizə qədər. Bugün çatıb sabah soymayaq. Neyniyək ki, biz belə yaranmışıq? Bunun üçün fəlsəfə açmağa ehtiyac yoxdur. Bunun sübuta ehtiyac yoxdur. Sizin hər birinizin həyat təcrübəniz bunun sübutudur. Nəyə çatmışsınızsa soymusunuz. O hədəflər ki, onlara çatılır, çatdıqdan sonra insanı soyudur. Və dünənki hədəflərlə insan gülməyə başlayır. Neçə vaxt ağlayırdın uşaqlıqda ki, mənə filan oyuncağı al. Onu əldə etdikdən sonra indi baxırsan, indi gülürsən.
Deyirsən, mən nəyə can atmışam? Bütün uca olmayan hədəflər eyni bunun kimidir. Bunun üçün sadəcə insan öz həyatını və öz vücudunu mütaliə eləməlidir. Özünü tanımalıdır. İnsan elə bir hədəf seçməlidir ki, o hədəfin uğrunda çətinlikləri nuşcanlıqla qəbul eləsin. O hədəf nə olmalıdır? Neçə gecə danışdıq, dedik, o hədəf ən böyük ləzzətdir. Ən böyük ləzzət. Bu hədəfin ən səmimi tərifidir. Ən səmimi, düzgün tərifidir. Çox vaxt biz bu sözü deməkdən çəkinirik. Dünən mən mətni oxudum, alim görürsünüz, deyir ki, övliyaların da fəaliyyətinin məqsədi ləzzətə çatıb əziyyətdən uzaq olmaqdır. Fəaliyyətin məqsədi budur. Hədis və dualardan da danışdıq dünən. Dində deyilən qurbətən ilallahın başqa mənası yoxdur. Hər ibadətdə eləyirik, qurbətən ilallah. Qurbətən ilallah, yəni Allaha yaxınlaşmaq. Allaha yaxınlaşmaq nədir? Yəni fövqəladə böyük bir ləzzət. Fövqəladə böyük bir şirinlik. İmam Səccad əleyhissalam deyir ki, sənə yaxın olmağın ləzzətini, dadını, şirinliyini mənə daddır. Bu yaxınlıq, Allaha yaxın olmaq ki, bizim dinimizin əsas qayəsidir. Nə üçündür? Allaha yaxınlaşdıqda ən böyük ala biləcəyin ləzzəti alırsan insan olaraq. Ütülənmiş, ütülü, klişeli söhbətlərdən imtina etməyin zamanı gəlib çatıb. Səmimi danışmağın vaxtıdır. Bu qəlbi belə yaradıblar. Bu qəlb ləzzət istəyir. Biz isə bunu gizlətməyə çalışmışıq, biz dindarlar. Başlamışıq soyuq kəlmələrlə özümüzə hədəf təyin etməyə. Bu qəlbi elə qurublar ki, əsas hədəfi ləzzətə çatmaqdır. Əlbəttə, ləzzətə çatmaq yolunda eyni zamanda əzabdan qaçmaq da var. İnsan ləzzətə çatmaq üçün müəyyən maneələrdən də qaçır, yəni onları aşır, keçir. Amma əsas hədəf bədbəxt olmamaq deyil, əsas hədəf o ləzzətdir, o xoşbəxtlikdir. Hədəfi uca səslə deyək dedim. Sən niyə müsəlman olmusan? Belə cavab verir, Allah bizi yaradıb, o haqdır, haqq olan din göndərib, bizdən itayət istəyib, biz də ona itayət edirik. Düzdür hamısı, düzdür. Amma başqa söz tap ki, daha dərin və daha cəzbedici olsun insanlar üçün. Denən, mən dindaram ki, dinə gəlmişəm, müsəlman olmuşam ki, dünya və axirətin ən ali ləzzətlərini hiss eləyim, dadım. Axirəti biri qəbul eləməsə də, denən dünyada da ən böyük ləzzətləri dadmaq üçün. Bir dənə Həzrət Əli əleyhissalamdan sözümün əvvəlində hədis oxuyum, məclisimiz nurlansın, nurani olsun, Nəhcül Bəlağədəndir bu hədis. Buyurur, və'ləmu ibadəllah, bilin ey Allah bəndələri, ennəl muttəqin zəhəbu bi'acili dünya və acilil axirə. Buyurur ki, bilin ey insanlar, ey Allah bəndələri, dindarların həm dünyası var, həm axirəti, təqvalıların. Və şərəku əhləd dünya fi dünyahum və ləm yüşəriku əhləd dünya fi axirətihim. Deyir, təqvalılar dünya əhlinin dünyasında onlara şərikdilər. Amma dünya əhli təqvalıların axirətinə şərik deyil. Bu dünyada da hamımız burada yaşayırıq. Müttəqilər heç nə itirmir. Dünya neymətlərində dünyapərəstlərlə şərikdilər. Ondan istifadə edirlər. Amma dünyapərəstlər axirət əhlinin neymətlərinə şərik ola bilmir.
Səkənud dünya bi əfzəli mə sukinət və əkəluhə bi əfzəli mə ukilət fəhəzzu minəd dünya bimə həziyə bihil mutrəfun. Buyurur ki, ən gözəl evlərdə təqvalılar yaşayır, ən ləziz yeməklərdən yiyir və dünya əhlinin, dünya pərəslərin aldığı ləzzətdən bunlar da alırlar. Ən yaxşı evlərdə yaşayır, bilirsiniz, evin yaxşılığının meyarları var da. Yaxşı ev təkcə uca saraylar deyil. Evin yaxşılığını onun içinin mühiti müəyyən eləyir. Hamı təqvalı olsa deyir, onlar elə dünyada ən gözəl evlərdə yaşayır, ən dadlı yeməklərdən yiyir. Qəlb şad olanda çörək də başqa cür ləzzət eləyir adama. Qəlb narahat olanda, qəmgin olanda ən ləziz yeməyi qarşısına qoy, heç dadını tamını bilmir. Olub da halımız olmayanda yiyirsən, heç bilmədin boğazından keçən nə idi. Buyurur ki, bunlar ən ləziz yeməkləri yiyir, ən gözəl evlərdə, mühitlərdə yaşayırlar. Bu ahirət əhli. Necə olur bu barədə Allah ömür versə, bu 4 günümüz keçdi, 6 gün qalıb. Görün, vaxt eləsəm, o mexanizmləri də açıb çatdıra bilsək, danışarıq. Namaz qılıram, yaxşı adam olun. Oruç tuturam, yaxşı adam olun. Bu sözlərdən imtina eləyin. Yaxşı adam olmaq asan məsələdir. Sənin qoyduğun o zirvəyə doğru hərəkətdə, sən o ləzzətə doğru hərəkət elədikcə, o ləzzətin cazibəsi səni təmizləyir. Sən çox tez yaxşı adam olursan. Bu sözlərdən imtina elə. Denən ki, mən ləzzət almaq üçün ibadət eləyirəm. Sən dinsizlik eləyirsən, nə üçün? Ləzzət almaq üçün. Mən də dindarlıq eləyirəm, ləzzət almaq üçün. Oyunu mən udacam. Sənə sübut eləyəcəm. Sənə acıq vermək üçün yox, səni də bu ləzzətə dəvət eləmək üçün. Biz bu ləzzət müsabiqəsi ki, dünyada gedir, bu müsabiqəyə daxil olaq və önə keçək. Hamıya göstərək ki, biz öndəyik. Bu önə keçdikdə biz, cəmaat görsə ki, ləzzətin ən gözəli buradadır, bu qədər dəvətə ehtiyac olmayacaq. Gecə-gündüz dəvət eləmirlər başqa, ləzzət görürlər, ora qaçırlar. İnsanın zəif yeridir, quruluşu belədir. Bu bizim bəhsimizin mövzusudur bu 10 gecədə. Yaxşı adam ol, nə bilim mən, filan cür adam ol, bu nəsiyyətlərin təsiri yoxdur insanlara. Denən daha çox ləzzət al, daha çox borclu ol Allaha, daha keyfiyyətli ibadət elə. Biz başqa sözlər də deyə bilərik, amma bilirsiniz, ibadət nə vaxt keyfiyyətli olur? Adam belə zövqlə gedir səcdəyə, deyir, minnətdaram ilahisən. Onda ki, ləzzət alır yaşayışından. Bu ləzzətin minnətdarlığını bildirmək üçün ibadət eləyəndə ibadətin keyfiyyəti çox-çox yuxarı olur. İnsan ləzzət aldıqca daha keyfiyyətli ibadət edir. Allah bizi yaradıb ki, dünyada və axirətdə əzaba düşməyək. Bu düz sözdür, amma son hədəf deyil. Cəhənnəmdən qorxmaq lazımdır, amma nəhayət hədəf cəhənnəmdən qaçmaq olmamalıdır. Buradan çıxmısan, gedirsən Şamaxıya məsələn. Hədəfin budur ki, yol qəzasına düşməyəsən. Hədəfin yol qəzasına düşməmək deyil, hədəfin Şamaxıya getməkdir. Amma diqqətlisən ki, yol qəzasına düşməyəsən. Elə də çətin məsələ deyil ki. Deyirsən, hara gedirsən? Deyir ki, yol qəzasına düşməməyə. Elə bir məqsəd ola bilər. Elə bir məqsəd ola bilməz. İnşallah qəzaya düşməyəsən, amma hara gedirsən məqsəd ödünən? Gedirəm Şamaxıya, dincəlməyə.
Yolda diqqətli ol ki, yol qəzasına düşməyəsən. Bu məntiqli oldu. Dindarlığın hədəfi üçün 100 dənə söz danışa bilərik, ən uğursuz kəlmələri seçirik, ən cazibəsiz, ən soyuq onları deyirik, əsas söz qalır qıraqda. Onlar demirəm, səhv sözdür, düz sözdür, amma hədəfi ya yaxşı ifadə eləmir, ya sönük olur, ya cəlb eləmir və heç kəs ondan maraqlanmır, müştərisi olmur. Ola bilər onlar da düz söz olsun. Dinin bizə təqdim elədiyi, dinin bizdən istədiyi ləzzətli yaşayışdır. Ləzzətli, ən böyük ləzzətə çatmaqdır. Niyə? Çünki Allah bizi bunun üçün yaradıb. Allah bizi bundan başqa bir şey üçün yaratmayıb. Bir dəfə əstağfurullah, belə demək bəlkə də səhv olar, bilmirəm. Allahın nəzəri ilə özünüzə baxın. Çıxın oradan baxın. Allah adlı varlığın səni xəlq eləməkdə bundan başqa nə məqsədi varsa, o Allahlığa layiq deyil. Başqa heç də ən gözəl yanaşma budur. Allah səni xəlq eləyib, onun gözü ilə bax məxluqata. Onun başqa nə məqsədi ola bilər? Onun məqsədi səni doyurmaqdır ləzzətlə, sirab eləməkdir. Çünki Allahdır, Ərhəm-ər-Rahimindir. O bizi əziyyət üçün yaratmayıb. Kim zənn edirsə Allah bizi ləzzət almaq üçün yaratmayıb, o adam Allahı tanımayıb. Bəzi atalar var, qəribə atalardır. Görən kimi uşaq oynayır bir şeylə. Osa bir, dərs oxumusan? Elə bil ki, onun oynamağına qənim kəsilib. Bizim Allahımız belə Allahdır. Yəni bizim təsəvvürümüzdə olan Allah. Düşüncəmizdə olan Allah. Baxır, bəndəsi ləzzət alır. Olmaz, gəl ibadətə. Biz belə Allaha ibadət edirik. Demirəm, ata uşağını dərsə yönəltməsin. Amma biraz imkan versin, oynasın, əylənsin, sonra başa salsın ki, elə bu dərs də sənin üçün budur. Yavaş-yavaş uşaq dilində, hətta indi müasir təhsil sistemlərində var ki, məsələn, səhv eləmirəmsə, Finlandiyada bundan istifadə edirlər. Oyun vasitəsi ilə dərs keçirlər. Oyunla dərs keçirlər. Cazibəli olur uşaq üçün. Həm oynayır, həm öyrənir. Allah da belədir. Həm oynayır bizdən, həm qavağa aparır oyun vasitəsilə. Biz oyunu başa düşmürük sadəcə. Onun oyununu başa düşmürük. Allah xoşlayır bəndəsini şad görsün. Allah xoşlayır bəndəsinin üzündə sevinc ifadəsi olsun. Bunu bir alimdən eşitmişdim, burada da demişdim. Gözəl deyir ki, yol boyu deyir, gülür, danışır. İmam Rızanın hərəminə çatanda deyir, belə dərdlər yadında, elə bilir ki, problemlilər. O deyir, mən demirəm, mənim cürətim çatmaz. O deyir ki, ay namərd, bütün yol gülüb danışırdın, nə oldu hərəmə çatanda, dərdləri, qəmləri gözünün önünə gətirdin. Elə bilir ki, bədbəxt biçarələri daha tez qəbul edirlər, yox. Deyir, toy gecəsində edilən dua qəbuldur, insan şaddır deyə. Bəs deyir axı ki, qəmli ürəkdən çıxan duanı da qəbul edir, üstünə üçün tez qəbul edir ki, bu haldan çıxartsın. Xoşu gəlmir bu haldan. Görür, qaşqabaqlıdır, qəmlidir. Dua eləyən kimi tez qəbul edir, çox istəsə bunu. Qəbul edir ki, bunu bu qəm halından çıxartsın, biraz da qəm halına qərq olsa, ruhu viran olacaq. Qəlbi bərbad günə qalacaq, bərbad vəziyyətə düşəcək. Hədəf nədir? Deyir, təkamül, kamillik, kamal, Allaha yaxınlıq, Allah məndən razı olsun. Nəticə, bütün bunların nəticəsi. Sənin dilvə qurban olum, sənə quzu kəsim, sənə başva dönüm, denən ki, ləzzət. Qorxma denən. Bütün bunların nəticəsi olaraq denən ki, hədəf ləzzətdir. Hədəf Allah idi axı. Bilirsiniz, bu Allaha paralel bir hədəf qoymaq deyil. Necə sizə başa salım? Allah elə o böyük ləzzətdir. Allah elə həmin o böyük ləzzətdir. Allaha yaxınlaşmaq, yəni o ləzzətə yaxınlaşmaq. Sənə nisbətdir, Allah çox şeydir, belə deyək. Amma
səni faydalandırır özündən, onun ondan xoşu gəlir. Sən onun sənin üçün xəlq elədiyi ləzzətə can atasan. Necə ana yemək qoyur qabağa, yeyirsən, ləzzətlə baxır. Xoşu gəlir də verdiyi yeməkdən yeyirsən, balası ləzzət alır. Allah da biz ləzzət alanda bu hal keçirtmir axı Allah. Allahın hədəfi budur. Necə ifadə edeyim? Ki biz ona yaxınlaşdıqca ləzzət alaq, o da baxsın desin, bəh, bəndəm keyfdədir. Bunu bu şəkildə xəlq eləyib. İnsan ləzzət üçün yaranıb. Sən dindar niyə olmusan? Daha çox ləzzət almaq üçün. Məgər dindarlıq daha çox ləzzətə çatdırır insanı? Bəli, çatdıq bəhsin növbəti mərhələsinə. Ləzzət üçün, ən ali ləzzət üçün yaranan insanı o ləzzətə çatdıran yeganə vasitə dindir, dindarlıqdır. Məgər Allah səni salih olmaq üçün yaratmayıb? Allah səni yaratmayıb düz adam olasan? O yoldur, yol, nəticə məni ləzzət üçün. Axı o rəhəmlidir, ərhəmər-rahimindir. Deyirik, Bismillahirrahmanirrahim. Rəhəmli Allah başqa bəndəsini hansı məqsəd üçün xəlq eləsin? Biz elə bir əmr eləməyə yaradıb bizi. Yaradıb desin, bunu elə, bunu eləmə. İşi gücü yoxdur. Nəyi sübut eləmək istəyir ki? Nəyi sübut eləmək istəyir? Əmri ilə, qadağası ilə. Hamısı əmrlər, qadağalar, hamısı ləzzətin vasitələridir. Ləzzətin vasitələridir. Ana uşağı böyüdürür, proses var, o böyütmə prosesi. Bir yerdə görürsən acıqlanır, bir yerdə görürsən nəvaziş eləyir, yemək bişirir, məktəbə yollayır. Nədir, nəticə nədir? Bir yerə geçsin, çatsın, xoşbəxt olsun. Allahın da budur, bütün bu proses hər an xoşbəxtliyi yaşamaq üçündür, yaşatmaq üçündür. O mehribançılıqda Allahın mehribanlığını başa düşmürük. Neçə il mən bu barədə danışmışam. Səhv eləmirəmsə Ramazan ayında. Allah nə qədər mehribandır. Mehribanlığını başa düşmürük deyə anlamırıq ki, nə üçün bizi xəlq eləyib. Dinsiz ləzzət almaq olmaz, olar. Azdır o ləzzət. Azdır. Mən çoxunu istəyirəm. Kim ləzzətin azına qane olacaqsa, din əyninə gəlməyəcək onun. Din libası əyninə gəlməyəcək. Kim ləzzətin azına qane olsa, dinlə dostluq eləyənməyəcək. Dinlə onunki tutmayacaq. Biz ləzzətin azına qane olduq, əlhəmdülillah. Əlhəmdülillah demədin, təəssüf ki, biz ləzzətin azına qane olduq. Təəssüf elə, ne üçün? Çünki ləzzətin azına qane olan adamları günah özünə tərəf çəkir. Çünki az ləzzət oradadır. Günah ona görə şirindir ki, sən ləzzətin azına qane olmusan. Ona görə günah edirsən, ona görə təəssüf düşür buna. Az ləzzət də bilirsiniz necədir? Az ləzzət vücuda sirayət eləyir. Ani olaraq ona ləzzət bəxş edir, sonra ölçüsü ilə düz gəlmir deyə biraz gəlir elə bil oynadır ləzzət cəhətdən, sonra qəm çöktürür ürəyə. Sonra qəm çöktürür. Biz elə bilirik ki, günahın cəzası özündən ayrıdır. Allah oturub deyir, bu günah elədir, buna cəza verim. Elə deyil. Cəza günahın elə özüdür. Cəza günahın elə özüdür. Cəza odur ki, günahın ləzzəti çox azdır, qane eləmir, vücudun böyük hissəsi həsrət çəkir, o həsrətin adına deyirlər cəza. Cəhənnəm bax o həsrətdir. Cəhənnəm o həsrətdir. Cəhənnəm odur ki, sən az ləzzət alırsan deyə, vücudun böyük bir hissəsi qane olmur, nalə elir ki, mən də istəyirəm, bax o nalənin adına cəhənnəm deyirlər. O nalənin adına cəhənnəm deyirlər. İnsan ləzzətdə aza qane olsa tora düşəcək. Şeytanın təklifinə allanacaq.
Dinin tərifi, niyə dindarsan? Çünki ən çox ləzzəti əldə eləmək istəyirəm. Dinlə olur, bəli, başqa yolu yoxdur. Din ən üstün ləzzətə çatdırmasaydı lazım deyildi insana. Din elə buna görə gəlir. Din buna görə lazımdır ki, ən böyük ləzzətə insanı çatdırır. Gəlin bu İmam Hüseyin məclislərindən sonra ucadan çağıraq ləzzəti. Ləzzət, hardasan? Fəryad eləyək, dünya eşitsin. Səsimizi qulaqlara çatdıraq. İnsan ləzzət deyib fəryad eləsə, din ünvanını göstərəcək insana. İnsan harda olur olsun, gəlib dinə tapacaq, dinə yönələcək. Etinasız bax kiçik ləzzətlərə, gözünün ucundan, səni bilirəm, mənim istədiyim sən deyil. Sən deyilsən. Səndən görmüşəm, yox, sən mənim ölçümdə deyilsən. Naz eləyin o kiçik ləzzətlərə. Naz eləyəndə bilirsiniz nə olur? Dünən sən onun dalıca qaçırdın, o böyüdürdü özünü. İndi gəlib töküləcək ayağıva. Həzrət Əli əleyhissalam deyir ki, qərri qeyri, get başqasını aldat. Naz eləyir. O ləzzəti dadan bu kiçiyə tərəf baxmır. Bizim bir nəfsimiz var. Bizim bir nəfsimiz var. O nəfsin adı əmmarətun bis-su. Eşitmisiniz? Nəfs-i əmmarə. Əmmarətun bis-su Qurandadır. Yəni pisliyə əmr edən nəfs. Pisliklərə əmr edən nəfs. Nə deməkdir bu? Bu nəfs hər dəqiqə bir əmr düzəldir, bizi pisliyə yönəldir. Bu nəfsin səsini batır. Necə? Denəm, mən ləzzət istəyirəm. O şey ki, nəfs asla sənə pıçıldayırdı, pisliyə tərəf çağıranda. Deyirdi ki, gedək ləzzət var filan işdə. Pıçıltı ilə bunu deyirdi. Sən ucadan fəryad eləyəndə onun səsi batacaq. Bu kütləvi mədəniyyətə çevrilməlidir, ləzzət istəyi, ən böyük ləzzət istəyi. O zaman şeytanın və nəfsin səsi batacaq. Nəfs pıçıltı ilə deyir, gedək günah ləzzətinə tərəf, qabağını al. Sən ondan da bərk denən ki, mən elə ləzzət axtarıram. Mən elə ləzzətin çoxunu istəyirəm. Sən şeytandan bərk denən o sözü. Yavaş-yavaş o sənə deyir, haram baxış dəvət edir. Vəsvəsə belədir, vəsvəsə belə pıçıltıdır, qulağıma pıçıldayır. Bax, bir dən ora ləzzətlidir, bir naməhrəm keçir, bax. Sən də denən ki, elə mən ləzzət istəyirəm deyə baxmıram. Çünki mən ona baxanda həsrət gələcək ürəyimə. O ləzzət deyil, sən mən aldadırsan. Həsrət çalacaq ürəyimə. Həsrətdən başqa heç nə. Onu öz silahı ilə vur nəfsi. O desin, ləzzət üçün bunu elə, denən elə mən ləzzət üçün bunu eləmirəm. Yeganə yolu budur ondan mübarizənin. Yoxsa ay nəfs, sən elə bilirsən ki, mən yaxşı adam olmaq istəyirəm, müdrik adam, hikmətli adam, filan adam. Sən də pıçıltı ilə gəlirsən ki, yaxşı adam başa düşdü, amma filan şeyin də ləzzəti var, filan şey də ləzzətlidir. Sən demə mən yaxşı adam, denəm mən elə o ləzzətin ən böyüyünü istəyirəm. Sən mənə təzə söz deməyəcəksən. Nəfs deyəcək, yat rahat. Sən deyəcəksən ki, mən durub gedirəm idman eləməyə, məsələn. Yat ki, rahat olasan, denən ki, idman eləyirəm ki, rahat olum. Yat ki, rahat olasan, günün yorulmayasan, sübh namazına yat qal, sən denən, mən səhər dururam ki, elə daha gümrah olum, rahat olum, günüm ləzzətlə keçsin. Mən ən mühüm sözlər danışıram. Ən mühüm sözlərdir, ən mühüm. Strateji istiqamətdir öz düşüncəmə görə. Xahiş edirəm ki, mənim sözümün əhəmiyyətinin özünüz kəşf eləyəsiniz, özünüz başa düşəsiniz. Getmirsən bir yerə yeməyə şirniyyat gətiriblər qəşəng, növbə-növ. Görürsən şirniyyatı deyirsən, əla, qalsın,
acından ölürəm, yemək gətirin. Yemək gətirin. Çünki mən bununla yeyib mədəmi doldursam, ona yer qalmayacaq. Onda da nəfs demir, ye. Çünki nəylə ye deyirdi, onun işi ye deməkdir də nəfsin. Nəylə ləzzətlidir. Sən ki, ləzzət məntiqi ilə onu susturdun, da nə desin sənə, necə desin ye. Hər harda kiçik bir şey sənə təklif eləyəndə ki, ye, dinən ki, mən bunun böyüyünü istəyirəm, bağışla. Onda da sözü qalmayacaq. Biz başqa sözlər danışırıq, başlayırıq insaniyyət, belə təkamül, elə filan, deyir, hamısı düzdür, amma ləzzətlidir. Yox, istəmirəm aparır bizi. Çünki ləzzət bizim zəif yerimizdir. Ləzzət bizim zəif yerimizdir. Elə də təslim oluruq. Yox, mən Allaha yaxın olmalıyam. Yox, Allaha bəndə olmalıyam. Yox, Allah məndən razı olsun. Bunları deyə gedir onun təklif elədiyinə tərəf. Sənin təklif elədiyin ləzzəti yesəm, ay nəfs, sonra üstünə yer qalmayacaq. Üzürlü say məni. Sonra da bu az olacaq, dərd gətirəcək mənə. Nəfs-i əmmarəni öz silahı ilə susturun. Nəfs-i əmmarəni öz silahı ilə vurun. O deyir, ləzzət üçün, elə denən ləzzət üçün eləmirəm. Bundan başqa yol tanımıram. Mən neçə ildir, 45 yaşım var, saçım da, saqqalım da ağarır. Mən bu dini mütaliə eləyirəm. Başqa bir yol tapmıram onu susturmağa. Başqa yol tapmıram. Əslində indi belə olur, bax. O deyir ki, nəfsdir, ləzzətlidir, gəl bunu ye, bunu elə, buna bax. Sən deyirsən ki, yox, Allaha xatir mən baxmıram. Allaha xatir baxmıram. Allah icazə vermir. Belə olanda nə olacaq? Ya sən, ya öhdəsindən gəlməyəcəksən, o ləzzət deyib sənə qələbə çalıb, sən ona elətdirəcək. Ya sən qələbə çalsan ona, eləməsən, onda da özündən razı olacaqsan. Ki, Allaha xatir mən filan şeyi tərk elədim. Başlayacaqsan, başın neçə metr böyüyəcək. Daha məsələn, mən böyük iş görmüşəm. Sən demə Allaha xatir filan, denən öz keyfim üçün. Elə o Allaha xatirdir. Allaha xatirdir. Çünki Allah elə ona xatir səni xəlq eləyib. Denə mən Allahdan ləzzət alıram, bu mane olur. Onda da Allahın yanında başını diş tutmayacaqsan. Çünki eləmədin, keyfini də gördün. Ləzzətini də gördün. Allaha xatirliyin mənası Allaha borclu olmaqdır, bilirsiniz? Allaha xatirliyin mənası bu deyil ki, desəm, Allaha xatir nəfs və şeytan məni dəvət eləyəndə mən ona yox dedim. Əzadarlıqda biz bu sözü demirik ki, 4 gündür gəlirəm İmam Hüseyin məclisinə. 6 gündə hələ gələcəm. Bunu demirik. Niyə görə? Çünki bunda elə bir ləzzət var ki, qaça-qaça gəlirik. Heç, elə bilir ki, biz bilmədik nə vaxt gəldik. O gün bir qardaşın statusunda bu cümlə çox xoşuma gəldi. Qara köynəyimi geyinib, qaça-qaça getdim. Biz qara köynəyimizi geyinib, qaça-qaça gedirik. Biz bir ildir bu günləri gözləyirik. Nəyə görə? Çünki burada elə keyf çəkirik ki, heç bir şey bu keyfi bizə verə bilmir də, neynəyək? Verə bilmir. Yox, ləzzət almırsansa sabahdan gəlmə. Nə mənada deyirəm? Çünki onsuz da gəlməyəcəksən. Yoxsa mən deyəmmərəm, gəlməyim İmam Hüseyin məclisinə. Onsuz da gəlməyəcəksən. Necə ki, bəzilər bir gün gəlir, 3 gün gəlmir. Gəlmir də. Başqa şey üçün gəlmişdi, ala bilmədi ləzzətini. Amma bu zaten ən ləzzətli bir işdir deyə, kimsə sənə desə ki, halal deyə sənə valla, axşam 2 saat vaxtı qoyur, sən gedirsən meçdə, sən nə fəzilətli adamsan, ürəyində güləcəksən ona ki, bunu desən başı xarab olub. Bunun başı xarab olub. Mən öz keyfimə getmişəm. Biri bir rəqs məclisində, eyş-işrət məclisində deyirlər ona ki, halal deyə sənə gəlmirsən, burada oynayırsan, əylənirsən. Halaldır sənə valla. Vaxtı qoymuşsan. Elə görünür, o keyfini çəkirdi orada. Ən böyük keyf dindədir, ən böyük keyf bu məclislərdədir. Ən böyük keyf təkcə dinin namazında, orucunda yox. Dininin ləzzətini dadan adamın yeməyində, meşəyə getməyində, dənizə getməyində, dostla oturmağında, ailədə, övladı ilə ünsiyyətində, hər şeyində, hər şeyində.
Ləzzət məclisidir İmam Hüseyn məclisi. Bunu elan eləyin, qorxmayın. Deyirəm də bir dəfə bizim məsciddən bir tədbir qoymuşdular Mərsiyə. Mən çox xoşlayıram adamların fikirlərinə baxın. Şur Mərsiyə idi, cəmaat içinə vurdu. Bir iki dənə də o bəziləri var da, bəzi cərəyanlar var ya, onlar ya hər şeyə şirk deyənlərdən. Baxır, deyir ki, bunlar lap keyfdədir, falan. Elə bilir ki, bu tənə vurur. Ürəyimdə deyirəm ki, elə kəş biri yazar ki, elə keyfdədir də, bunlar keyfdədir ki, gəlirlər bura. Yəni, bu gün ələ salır ki, bunlar lap... Məsələn, bəzən Şur Mərsi oxuyanda bəziləri deyir ki, bu düzgün deyil, biz gərək, məsələn, birinin atası öləndə, başa düşək, bu birinin atası öləndə deyil. Bu bir müsibət məclisi deyil sırf. Bunun içində müsibət də var. Amma bir sırf müsibət məclisi deyil. Bu irfani bir bəzmdir, məclisdir. Bu o ləzzəti insana daddırır ki, insan onun üçün xəlq olunub. İmam Hüseyn bir iş gördü ki, o ləzzəti dadmaq adi halda çətindir. Çox təskiyə tələb olunur. İmam Hüseyn gətirdi o ləzzəti, asanlaşdırdı yolunu ki, kütləviləşdirsin. İldə bir dəfə hamı dada bilsin. Adi vaxtlarda ariflər dadır. Günahkarlara payı yoxdur ondan. İmam Hüseyn gətirdi, kütləviləşdirdi. Şəhadəti bunun üçündür ki, o ləzzəti paylaşdırsın bizim aramızda. Olur zövq məclisi, eşq məclisi, ləzzət məclisi. Bu bunun mahiyyətidir. Xüsusilərin daddığı ləzzəti İmam Hüseyn qanı ilə, şəhadəti ilə, məzlumiyyəti ilə ümumiləşdirdi ki, burada oturanların hamısına pay düşsün. Ən böyük günahkar da mənəm, belə hesab edirəm ən azından. Və mənə də ondan pay düşsün. Buna görə biz minnətdarıq İmam Hüseynə. Ki, başqa cür biz bunu dada bilməyəcəkdik. Başqa cür bir alternativ variant var, o ayrı bəhsə daxil olmayaq deyə orada girmək istəmirəm. Orada daxil olmaq istəmirəm. Nəfsi sustur. Nəfs sənə deyir ki, gəl ləzzət al, sən deyirsən, nə qədər ləzzət olar, adam ol. Məyər adam olmağın mənası daha çox ləzzət almaq deyil. Onda xarab niyə danışırsan? Bakının bəzi kəndlərində deyilər, xərəb danışdı, xərəb dedi. Biz bəzən xərəb danışırıq, xarab deyirik. Düz danışmırıq ondan. O sənə deyir ki, gəl ləzzətə tərəf, sən deyən ki, bəsdir ləzzət istədin, adam ol. Bu nə sözdür deyirsən ona? Onda bilirsən nə edir? Onda o kiçik ləzzətləri başlayır böyütməyə sənin üçün, sən də günah həsrəti ilə namaz qılırsan. Günah həvəsi ilə. O böyüdür sənin üçün. Sən ona deyən ki, ləzzət demək, mən ləzzətin, belə necə deyim, susuzuyam, teşnəsiyəm və axtarıram. Sənin dediyi yox, onun böyüyünü axtarıram mən. Sən gedişinlə məşğul ol. Sən mənə onu, ay şeytan, təqdim eləyə bilməyəcəksən. Onda başına aşağı salıb, qaçıb çıxıb gedəcək. Onda dindarlıq səni yormayacaq. Amma yox, şeytan səni ləzzətə çağıranda, sən onu moizə eləyəndə ki, yox, mən adam olmaq istəyirəm, mən falan olmaq istəyirəm, nə olmaq istəyirəm? Onda din səni yormağa başlayacaq ki, bəzən təəssüf ki, mən dindarların gözündə bu yorğunluğu hiss eləyirəm. İşə keçib də, yəni, işə düşüb. İşə düşüb gəlib bu yola, nə qopa bilir, nə deyərlər, nə qala bilir, qalır da fikri, qalır günahın yanında ki, cəmaat keyfdədir, biz inşallah görək hələ orada nə olacaq, axirətdə. Uşağın əlindən oyuncaq alanda qışqırır, deyir, vermirəm. Elə deyim, vermir. Daha yaxşısını verəndə deyirsən, buna bax, onu görən ki, bunu atır əlindən. Atır əlindən, da heç ona baxmır. Bu belədir. Özünüzlə belə rəftar eləyin. Alın kiçik ləzzətləri nəfsünüzün əlindən, böyüyünü təklif eləyin, ikəlliyi yapışsın. Bundan başqa alternativ yol tanıyırsınızsa deyin, mən düşüm gedim, danışmayayım. Sizin də başınız, qulağınız dinc olsun mənim əlimdən. Bunun başqa bir yolu yoxdur. Başqa bir yolu yoxdur. Mən ləzzət üçün xəlq olunmuşam. İnandıraq gərək o barədə də. Mövzu çoxdur, bilməm, vaxt çatacaq ya yox, sabahla, o biri günlərdə.
İnandırasan ki, din bu ləzzəti verir. Onun da öz yolu var. İnandırmağın da öz yolu var. Çətini inandısa bizim məsələmiz dünyada həll olundu. Biz dünyada bu ləzzət müsabiqəsində sübut eləyə bilsək ki, bundan başqa ləzzət yoxdur, biz qalibik, vəssalam. Biz qalibik. Çətinlikləri keyfə çevirən ləzzətdir. Ləzzət. Cavanların içində futbol azarkeşləri var. Futbolun dəlisi də fanatıdır. Məsələn, deyəsən, filan yerdə bir çempionat var. Məsələn, neçə saat növbədə dayanacaqsan. Məsələn, deyirəm, bilet alacaqsan. Neçə saat o stadiona girmək üçün növbədə sıxlıqda dayanacaqsan. Futbolun şövqi keyfə çevirir onun üçün. Başqa vaxt onun bir anına dözməyə taqəti yoxdur. Futbolun tamaşa eləməyin keyfi bütün əziyyətləri onun üçün xoşluğa çevirdi. Amma ləzzət olmasa, həmin işləri görsə solğun, halsız, ləzzətsiz görəcək. Ramazan ayının orucunun çətinliyini adama nuşucan eləyən budur ki, oruc adama ləzzət verir. İftar süfrələri adama ləzzət verir. Ramazan ayının fəzası adama ləzzət verir. Bu ləzzət olmasa çox adam oruc tutmazdı. Nə qədər savabından danış tutmazdı. Tuturlar çünki o ləzzəti datsınlar. Mənəvi mövzuların ana xəttini ləzzət olaraq müəyyən eləyək. Yoxsa insan ləzzət dilənçisi olacaq. Şeytan da ləzzət dilənçilərinin müştərisidir. Şeytan tora salır ləzzətlə. Ləzzət dilənçisi olmasın deyə biz mənəviyyat adamları hesab olunuruq da, indi belə qəbul olunuruq. Ana mövzu olaraq bunu seçək. Əsas mövzu olaraq. Bunları açıq-aşkar elan eləyək. Kərbəlaya niyə getmişdin ləzzət üçün? İmam Hüseyn məclisinə niyə getmişdin ləzzət üçün? Ləzzət məntiqi ilə biz qələbə çala bilərik. Qərb ləzzətlə çəkib insanlar özünə, ləzzət məntiqi ilə cavanları. İnsafla danışın, çatıb o ləzzətə, vallah çatmayıb. Çatmayıb. Yox, çatmayıb. Bunu təcrübə eləyək, öz yolumuzla gedək. Öz yolumuzla getsək, ləzzətə çatsaq, hiss eləyəcəklər ki, bunların gözündə bir məstlik var ki, bizdə yoxdur. Onda görəcəksən, dəstə-dəstə üst tuturlar. Qəbul edirsiniz ki, dinin afəti ucubdur, dinin bəlası ucubdur. Ucub nədir? Ucub özündən razılıqdır. Bu özündən razılıq elə bir pis şeydir ki, Allah deyir ki, günaha razıyam, günah eləsin, tək baş aşağı olsun. Onun itaət eləyib özündən ucub, özündən razı olmaqdansa. Bu ucubla davanın bircə yolu var, ləzzət. Başqa yol tanımıram. İn əhsəntum li ənfusikum. Yaxşılıq elədinsə özün üçün elədin. Ləzzətini çıxartdınsa da nə də özündən razı olacaqsan. Özündən razı onda olursan ki, ağırdır sənin üçün, acıdır, amma eləyirsən. Sən gör, mən neynədim, ya Allah, mən sənin üçün bunu elə uca səslə deyirsən. Amma keyfini çıxardanda sən deyirsən, ay Allah, bu nə idi dattırdın mənə? Başın aşağı gedir, aşağı gedir. Sözümü yavaş-yavaş bitirirəm. Cəmaatı qərb mədəniyyəti ona görə cəzb eləyir ki, ona görə yox ki, məntiqlidir. Bilirsiniz, biz nə edirik? Başlayırıq məntiqlə onları darmadağın eləməyə. Eşidirsiniz? Məntiqlə onların məntiqini puç eləməyə, dəlil gətirməyə filan, amma onun qulağı sənin məntiqi eşitmir. O ləzzətli görünür ona. Qaçır qərbə tərəf. Sən alternativ ləzzət yolu göstərməkdənsə, sən ona məntiqlə qərbi darmadağın edirsən. O çalışmır, məntiqlə səni darmadağın eləsin. O ləzzət təqdim eləyir. Orada da oradan bəzi yaxşı şeylər var. Mən qərbi çox tənqid eləmişəm. Bir dənə yaxşı cəhətini deyim. Onlar
Düzdür, bəlkə də gedib həyasızlıq həddinə çıxıb, o tərəfi pisdir. Amma elə bil ki, səmimi danışırlar bəzi şeylər haqqında. Biz özümüzü boğmuşuq. Ona görə dindarların sözü qeyri-səmimi görünür. O deyir ki, mən ləzzət istəyirəm. Ləzzət danışır. Sən boğmusan içində, başlayırsan onun müqabilində alternativ, ağıllı sözlər danışmağa. Və görürəm ki, axır vaxtlar hamısı deyir ki, gedin özünüz alladın. Vallahi hamımızın gözündən görünür ki, ürəyimiz onlar üçün gedir o işlər üçün. Başa düşürsünüz, vallahi. Ürəyimiz onlar üçün gedir o işlər üçün, ürəyimiz gedir. Onlar səmimi danışırlar ki, biz ləzzət istəyirik, biz demirik bu sözü. İndi nəyə qayıtdıq? Qayıtdıq birinci məclisimizdə dediyimiz sözə, həyat tərzi, əməl. Əməl. Qərb demir, mənim kimi düşün. Düşüncəni əməl formalaşdırır, imanı əməl formalaşdırır. O demir ki, mənim əqidəmin nəzəri əsasları bunlardır. O həyat tərzini təqdim edir, mənim kimi yaşa. Allaha inan, Krishnaya inan, nəyə inan, mənə fərqi yoxdur, namaz qılan ol, qılmayan ol. Mənim həyat tərzimi mənimsə, mənim dediyim kimi yaşa. Praktiki hissəsini sənə təqdim eləyir. Praktiki hissə nəzəriyyəyə rəğbət yaradır. Sən artıq öz qabından çıxırsan. Öz qabından çıxırsan. Mən də onu deyirdim ki, biz də başlayaq əməl eləməyə. Az imanla yola çıxaq, az elmlə yola çıxaq. Əməl, bilirsiniz necədir? Biz çalışırıq, biz dindarlar, mənim kimlər, ruhani insanlar, din tədris edən insanlar. Ambar kimi doldururuq insanların beynini. Hey, məlumat verir, elə bilir onunla düzələcək. Dolur beyni, o məlumat elədir ki, ambar kimi qalanda yükə çevrilir, belini sındırır. Biz nə eləməliyik? Biz az elmi ki, onun beyninə yerləşdirdik. Deyək ki, get başda əməl eləməyə. O elə bil ki, insan bir zavoddur, fabrikdir, bir istehsalat müəssisəsidir. İnsanın beynində olan o məlumatlarını əməl, emal eləyir, imana çevirir, ötürür qəlbə. Ona görə az bildik, az əməl eləyək. Əməl insanın vücudunun bir parçasına çevrilir. Vücudunun bir parçasına çevrilir. Leysəlil insan illa ma sə'a. İnsan üçün səy və çalışmaqdan başqa bir şey deyil. Yoxdur. İnsan nəyə çatırsa çalışmağı ilə çatır. Bilirsiniz, nə maraqlı həyat olar, insan hədəfi tanıya, ləzzətə can ata və başlaya fəaliyyətə, gücü çatan qədər də əməl eləyə, çalışa, çarpışa, səy eləyə, çox gözəl olur o həyat. Kərbəla niyə bu qədər cazibəlidir? Çünki insanın yeganə ləzzət aldığı şey məhəbbətdir, eşqdir. Kərbəla da eşqin zirvəsidir. Bayaq bir yazarın bir fikrini oxudum, o yazar dindən uzaqdır. Adını da çəkmirəm, çoxunuz da tanıyırsınız. Belə bir maraqlı fikir demişdi ki, mən onu oxuyanda dedim ki, mən bunu neçə ildir xütbələrdə deyirəm, bu dindən uzaq insan onu həyat təcrübəsi ilə deyir. Deyir ki, sevgi ən adi, sıradan, məişət işlərinə belə heyrətamiz anlam qatır. O dünyəvi məhəbbətdən danışır, qadına məhəbbətdən. Sevgidir, gəlir, ən mənasız məişət işlərinə məna qatır, anlam qatır və səni bir, necə deyim, bir əyləncəyə çevirir hər bir məişət işləri sənin. Vəssalam. İndi gələk Kərbəlaya və sonra Seyidə sözü verirəm. Kərbəla hadisəsinin ləzzət yönüdür bizi bura gətirən. Vallahi billahi. Kərbəlada niyə görə ləzzət çox idi? Çünki eşqin zirvəsində idilər onlar. Onları çox yuxarı aparmışdı. Onlar ləzzət süfrəsindən o qədər məst idilər ki, hamısı borclu bilirdilər İmam Hüseynə. Kaş görər deyə bilirsiniz, adam bir dəfə o dairəyə daxil olardı, Aşura gecəsi, Aşura günü. Onların halını yaşayardı ki, onlar məst idilər. Bir eşq məclisində idilər, ləzzət məclisində idilər. O qədər ləzzət porsiya, belə deyək, axırdı göydən, ləzzət qəlblərinə düşürdü deyə, onlar o ləzzətin təsirindən hamısı İmam Hüseynə borcluydular. Çünki o ləzzət onlara İmam Hüseyn daddırırdı.
Bəlalar keyfə çevrilmişdi. Bəlalar eşqə çevrilmişdi, keyfə çevrilmişdi. Hamısı da borcluydular. Niyə borcluydular? Çünki ləzzətlərini dadmışdılar maksimum. Diyar İmam Hüseynin qabağında, qarşısında İmam Hüseyin namaz qılır. Oxlar sancılır sinəsinə bir-bir. Nə xoşbəxt insanlardır ki, o keyfi daddılar. Onlar haradaydılar, hansı fəzadaydılar, nə hallar yaşayırdılar, bilmirəm. Amma bu məclislərdə o haldan, bu əzadarlıqdan bir kanal açılır, gəlir bizim qəlbimizə. Biz bilmirik nə baş verir. Biz sinə vururuq, oxuyuruq, göz yaşı tökürük. Amma onların qəlbindən qəlbimizə bir yol açılır, kanal açılır ki, o ləzzətlər başlayır qəlbimizə axmağa. Bu Diyanıb İmam Hüseynin qarşısında oxlar sancılır bədəninə, diyanır. O qədər diyanır ki, dizində taqət var. Dizi qattalanır, bükülür, yerə düşür. İmam Hüseyin baş üstünə gələndə suala baxın, əvfəyt ya Əba Abdillah. Borcluq hissi deyirəm. O ləzzəti ki görüb, deyir müqabilində vəfa edə bildimmi? Vəfa edə bildimmi? Sənə layiqli səhabə ola bildimmi? Cavabı ilə təzdən öldürür onu. Təzdən bir ləzzət gəlir, başı daha da aşağı düşür. Deyir, əntə əmami fil cənnə. Sən cənnətdə də məndən qabaqdasan. Çünki indi namazda mənim qarşımda dayanmışdın. Bu ləzzət, bu keyf olmasa insan ağlamağa gəlməz bura. Bezər, deyər, dayı, bəsdir, mən bura ayağımı qoymaram. Mümkün deyil. Mümkün deyil. Məst idilər, keyfdə idilər, atdan yerə düşür, xəcalət hissi. Qulam-ı Türki deyirlər. Türk, cavan, Türk gənc. Atdan yerə düşür, üz üstündə, qərib bir adamdır, heç kəsi yox. Borcludur İmam Hüseyinə, torpaqdır İmam Hüseynin qarşısında. Özünü borclu bilir bütün vücudu ilə. Üzü torpaqda can verir. Birdən görür ki, ayaq səsi gəlir. Gözünü açır, baxır, görür İmam Hüseyin gəlir. Bu üzü torpağın üstündə gözünü yumur xəcalətdən. Ki, mən necə sənə minnətdarlıq eləyim? Gözünü yumur. Görürlər ki, gəldi, bu hiss edir ki, kimsə bunun başını yerdən qaldırır, qoyur dizinin üstünə. Bu xəcalətlə gözünü açır, baxır, görür İmam Hüseyin əleyhissalam. O borcluq hissi ki, deyirəm, öz-özünə deyir ki, mən hara, Hüseynin ətəyinə baş qoymaq hara, Əl-Əkbərin baş qoyduğu yerə mən də baş qoyum. Xəcalətdən başını təzdən çəkir, qoyur yerə. Eşq aləmi budur. Bizi bura cəzb eləyib gətirən budur. Acı gözyaşı deyil. Bu şirin gözyaşıdır, bax buna görə. Bu ki, təzdən xəcalətlə üzünü aparır, qoyur yerə, torpağa. İmam Hüseyin əleyhissalam əyilir, üzünü yapışdırır onun üzünə. Vəssalam da məhv oldu. Da neynəsin bundan o yana bu? Bu onsuz da xəcalətli idi. Hüseyin öz lütfi ilə yaşatdığı keyflə daha da xəcalətlidir. Ancaq bunu deyir. Elə o axır sözü bu olur, bax. Dodağına təbəssüm qonur. Mən misli. Vəza İbn-i Rasulullah xəttəhu alə xətti. Deyir, kim mənim kim ola bilər? Peyğəmbər oğlu üzünü mənim üzümə qoyub. Ondan sonra yazır ki, fətəbəssəmə, sümmə sarə ilə Rabbi. Deyir, güldü, təbəssümlə seyr elədi, uçdu getdi Rəbbinə tərəf. Bu keyfdir, keyf deyil. Bu ləzzətdir. Bu ləzzətli yaşayışdır. Cavan uşaqdır, eşqlə gəlir, ləzzətlə. Adı da düşməyib tarixə, mərifətinə görə adı düşməyib. Çünki Rəcəz vaxtı öz adını çəkmədi. Rəcəz nədir? Düşmənin qabağında şeir oxuyurlar. Deyir ki, mən filan kəsəm, döyüşçü tələb edirəm.
Bunun mərifətinə bax. Deyir, cavan uşaqdır. Xərəcə şabun qutilə əbuhu fil mərəkə. Deyir, bir cavan çıxdı ki, atası bu döyüşdə öldürülmüşdü. Gəldi, İmam Hüseyin əleyhissalama dedi ki, mən də getmək istəyirəm. İmam dedi ki, qətiyyən razı deyiləm. Aton təzə şəhid olub, anavın ürəyində dağ çəkilib, sənin də şəhadət və dağva dözməyə hava olmaz, razı deyiləm. Dedi ki, ağa, anam qılıncımı belimə bağladı öz əli ilə. Qılıncı belimə bağladı və dedi ki, get Hüseynin yolunda şəhid olmalısan. Heç nə, sözü qalmır İmam Hüseyin. Çıxır, bax bu eşq səhnəsi budur. Düşmən müqabilində həddi buluğa çatmamış uşaq. Baxır, Əmiri Hüseyin və ni'məl əmir. Məni tanımaq istəyirsiniz, öz adını çəkmir. Özünü Hüseyinlə tanıtdırır. Ona bu keyfi yaşadanla, ona bu ləzzəti yaşadanla. Mənim ağam Hüseyndir, o necə gözəl ağadır. Sururu fuadil bəşirin nəzir. Bilirsiniz mənim ağam kimdir? Peyğəmbərin ürəyinin sevinci, ürəyinin şadlığı. O qara qulam da belə, qara qulam deyirdi ki, ağa layiq bilmirsən, dava elirlər bir-birinlə. Çünki görürlər ki, kim qabağı getdi, o feyizdən çox aparır. Yarış, ləzzət yarışıdır. Bu yalvarır ki, mənə də icazə ver. Deyir, yox, sən get azadsan. Deyir, hə, rəngimi rəngüzə yaraşdırmadın, qanımı qanuza yaraşdırmadın, məni, qara qulamı özüvə layiq bilmədin, bədənimin qoxusu pisdir. Başlayır belə sözlər danışmağa. İmam Hüseyin deyir, yox, mən buna görə, sənə görə dedim, getmək istəyirsənsə get. Deyir, gedir, şəhid olur, İmam Hüseyin gəlir başının üstünə, deyir, ilahi, mənim bu qara qulamın üzünə ağ elə. Onun bədəninin ətrini gözəlləşdir. Deyir, müşk qoxusu bütün Kərbəlanı bürümüşdü, onun bədənindən müşk ətri gəlirdi. Düşmən niyə amansız? Niyə bu qədər amansızlıq edir? Çünki ləzzət paxılı idilər onlar. Ləzzətə paxıllıq çəkən adamlar var. Bunlar qalibdir zahirən, öldürən bunlar, vuran bunlar, amma ləzzət ala bilmirlər həyatdan. Zəhrimardır, az zəhrimar. Bunların gözündə sevinç görür, o sevinç işartısı bunları qəzəbləndirir. Odur ki, heç nədən ən amansızlıq, qaçırdılar, necə onlar yaxşılıqlarda yarışırdı, bunlar da pisliklərdə. Dedilər, tez gedim başını kəsim, tez gedim, heç bir onlara pisliyi dəyməmişdi o insanların. Sadəcə paxıl idilər, özləri o ləzzəti dada bilmirdilər. Görürdülər bu insanlar ləzzət içindədirlər, qısqanclıqdan o işi görürdülər. Yəqin bildiniz ki, Qasimdən danışacağım. Qasim İbn Həsən dedi ki, bu ləzzətdən deyəsən mənə pay düşməyəcək. Hamı bayram keçirir, sevinir, Aşura gecəsi. Qasim deyir, dizini qucaqlayıb. Mən danışım, siz canlandırın. Dizini qucaqlayıb baxır. Dedilər, Qasim, nə olub sənə? Dedi, heç nə, sözümü əmmə deyəcəm. Gəldi, deyir, yavaş-yavaş ədəblə oturdu İmam Hüseynin yanında. Təsəvvür edin, ağa oturub, bu da oturub yanında, dizini qucaqlayıb, başını aşağı salıb, ədəb imkan vermir danışmağa. İmam Hüseyin çox mehriban, amma ədəbli adam, mehriban adamı gördükdə daha da ədəbli olur. Görür ki, nəsə demək istəyir, İmam Hüseyin özü işini asanlaşdırır. Deyir, Qasim, ay qardaşımın yadigarı, nəsə bir sözüm var. Deyir ki, əmin narahatam. Nədən narahatsan? Dediniz, hamı şəhid olacaq. Görəsən, bu ancaq böyüklərə aiddir, yoxsa bizə də 13 yaşı var. İmam dedi ki, keyfəl məvtə indək. Ölmə münasibətin necədir? Cavab verdi, əhla minəl əsəl. Ölüm mənim üçün baldan da şirindir. Qorxuram bu saadət mənə qismət olmaya. İmam Hüseyin fikrə getdi, deyir, gözü yaşlı dedi ki, sabah çətin şəkildə, çətin şəraitdə öldürüləcəksən. Səhər açılıb yenə vaxt çatıb, döyüş gedir, vaxt çatdı Qasimə növbə. Gəlib dayanıb İmam Hüseynin yanında, İmam nə üçünsə uzadır. Bilmirəm nə üçün, bilmirəm vallah. Üzünü çevirir, o söz açmaq istəyir, İmam sözü dəyişir, qoymur ki, o danışsın. Axırda deyir, dedi, əmi, canım sənə qurban olsun, icazə verirsiniz, mən də gedim. Maraqlıdır, Hüseyin dedi, yox.
Bilmirəm. Əli Əkbərə dedi get. Buna dedi yox. Dedi gedim, dedi yox. Yox deyəndə bir söz neynədi? Gördü əlac yoxdur, necə eləyim? Düşdü, tez əlindən öpdü. Əyildi, düşdü ayağından öpməyə. Ağa deyir, onu qaldırdı. Qol boyun oldular, qucaqlaşdılar. Ən ağır mənzərələrindən biridir Kərbəlanın. Bağrına basıb Qasimi ayrıla bilmirlər bir-birindən. İmam Hüseyn buraxmır onu. Mən görmüşəm ki, başına özü əmmamə bağladı. Onun məktəlində yazılıb onlar. Deyib, bu çıxdı, güclə çıxdı, İmam Hüseynin qollarından gəldi. Belə yazırlar, 14 gecəlik ay kimi bir cavan yandı düşmən qoşunun müqabilində. Məni tanıyan tanıyır, tanımayan bilsin ki, mən Həsən oğlu Qasiməm. O adam ki, onu susuz öldürməyə hazırlaşırsınız, o mənim əmim Hüseyndir. Deyir, girdi meydana, çox şücaətlə döyüşdü, amma bu namərdlər o işartını ki gördülər Qasimin üzündə o sevinci, onu həzm eləyənmədilər. 100 nəfər deyir töküldü, hərəsi bir tərəfdən vurdu zirehsiz bədənə. Əyninə zireh tapılmamışdı. Deyir, birdən gördü ki, əmi səsi ucaldı. Va əmma, əmi səsi ucaldı. Deyir, İmam Hüseyin əleyhissalam gördü ki, yerdədir 100 nəfər mühasirəyə alıb. Deyirlər, işıq surəti ilə gəldi, toz qalxdı, deyir, hamı qaçdı. Toz yatanda gördülər, Hüseyin oturub yerdə qardaşının balasının başını alıb dizinin üstünə. O ayaqların vurur yerə, bu baxır, deyir, mənim üçün çox ağırdır, sən məni çağırasan, mən sənə kömək eləyə bilməyim. Bir dənə də deyim, sözümü tamamlayayım, bir dənə də 9 yaşlı oğlu var idi, İmam Həsən əleyhissalamın. O da gəldi ki, mən də gedirəm, İmam Hüseyin tapşırdı bacısı Zeynəbə, dedi, bunun əlindən möhkəm tut, qoyma gəlsin meydana. Zeynəb yapışıb onun əlindən buraxmır, heç cür buraxmır. Amma elə ki, təlli Zeynəbiyyədən baxır, İmam Hüseynin başını bədənindən ayrırlar. Onlar namərdcəsinə vururdular İmam Hüseyni. Onların bir adəti var idi, heyvanı əziyyətlə ovlayardılar. Peyğəmbər o adəti qadağan eləmişdi. Biri zərbəni vururdu, dayanırdı, heyvanı belə. Heyvanlara qadağan olunan üsulu Peyğəmbərin balasına qarşı elədilər. Biri bir zərbə vurur, çəkilir, o biri gəlir. Hüseyin ibn Əlini, Peyğəmbərin qucağında böyüyən onun balasını. Zeynəb də baxır. Zeynəb baxır. Birdən deyir, Hüseynin bu səsi gəldi. Həlimin müstəğis, bir pənah verən var mənə. Bunu deyəndə deyir, Zeynəb əlini apardı başına, vay qərib qardaşım. Vay deyib əlini başına aparanda uşağın əli çıxdı əlindən. Qaçdı meydana tərəf. Vallah la ufariqu əmmi, vallah əmimdən ayrılmayacağım. Gəldi deyir, özünü saldı atasının, əmisinin bədəninin üstünə. İmam Hüseynin imtihanı qutarmır. İmam Hüseyin gözünü açdı, gördü, Abdullahdır. Bir namərd gəlib, bu uşaq elə bildi, onu xeymələrə aparmağa gəlib. Dedi ki, and olsun Allaha, xeyməyə getməyəcəm. Baxdı, gördü, qılıncı qaldırıb İmam Hüseynə zərbə vurmağa. Uşaq qolun verəndə qolunu kəsdi, saldı yerə. Dedi, va umma, ana çağırdı. Bilmirəm, xanım Zəhranı çağırdı, öz anasını çağırdı, bilmirəm. Deyir, o halda can verir, qanı axır İmam Hüseynin bədəninin üstündə. İmam deyir, axır səsini topladı, dedi ki, ay mənim əzizim, darıxma, az qalıb. Əla lənətullah ələl qavmiz zalimin. Harayıma gəley əmin, harayıma gəley əmin, qalıb arada Qasimin, yıxıldı torpaq üstünə, Kərbəladə Qasimin. Həzrəti Qasim, can, o qədər məzlumdur. Kərayıma gəley əmin,
Qalıb arada Qasimin, yıkıldı torpaq üstüne. Kərbəlada Qasimin, Kərbəlada Qasimin. Əmi can gəl, getdi əldən səbr o qərarim. Yaralarımdan axır qan ey şəhriyarim. Dəmi axır yanıma gəl ey şah-ı aləm. Nəfəs gəlmir, can çıxır yoxdur ixtiyarim. Gəl dadə əmican, imdadə əmican. Gəl dadə əmican, imdadə əmican. Elə üzün tutdu xeymələrə, əmican yubanma. Əmi atların ayağı altında tikə-tikə oldum əmi. İmam Hüseyin xeymədə qala bilmədi. Ay, qardaşımın yadigarı bala Qasımcan gəldi Qasimin başının üstünə. Gördü Allah Qasım belə qana bələşib. Dedi bala, ateşi dərd ilə dağlı, ürəyim dağlayaram. Yarəvin gülşəninə göz yaşımı bağlayaram. Oğul Həsənin də əvəzində sənə mən ağlayaram. Bala, 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 bala. Oğul kardeşimin də vəzildə sənə mən ağlayaram. Neylədin? Qasimin cənazəsini aldı qucağına, gətirdi xeymələrə. Qoydu Əli Əkbər cənazəsinin yanında. Neylədi? O mübarək əlin qoydu Əli Əkbər cənazəsinə. Bir əlində qoydu Qasim ürəyinin başına. Yana yana dedi inna lillah. Allah Qasimim öldü, balam öldü, balam öldü. Allah balam öldü, balam öldü. Ondan xeymədə hamı çıxdı xeymədən çölə. Xanımlar çıxdı, balaca balalar çıxdı, gəldilər. Qasimi aldılar dönüyə. Axı görərsiniz də, bibi qardaş balasını çox istəyər. Ondan gördülər. O Zeynəb gəldi, elə yana yana ağladı. Dedi Qasim əmma məsiz yaralı başıma bibi qurban bala.
yanaram ağlaram ay aman ay aman aman aman. Elə yana yana xanım Zeynəb ağlayır Qasımın başı üstündə. Dedilər Zeynəb özümü öldürmə. Dedi axı necə ağlamayım. Mən ustad Roza xanlardan bu rozəni eşitdim. Xanım Zeynəb dedi axı necə ağlamayım. Bu balamın bir dənə qəmi var mənim ürəyimdə. Ürəyimi yandırar. Dedilər Zeynəb can o nə qəmdir. Denəm biz də ağlıyıq. Dedi ay xanımlar bir gün bayram günü idi. Əli Əkbərlə Qasım gəldilər məni görməyə. Əli Əkbər qabaqdaydı. Qaça-qaça gəldi üstümə aldım onu qucağıma üzündən gözündən öpdüm. Amma gördüm Qasım daldan belə üzün qoyub divara elə yana yana ağlayır. Yana yana dedi bibi mən yetiməm. Bibi yetimi yaddan çıkarmazlar. Yetimi yaddan çıkarmazlar. Vay ay ay. Allah xanım Zeynəb aldı Qasım can. Bibin sənə qurban olsun Qasım. Yana yana ağladı xanım Zeynəb ama ayrıldılar. Ayrıldılar xanım Zeynəbin evindən. Evə gələndə Qasım üzün tutdu Əli Əkbərə. Bəqi qəbristanlığından keçirdilər. Üzün tutdu Əli Əkbərə dedi əmoğlu nə olar gedək atamı ziyarət eləyək. Əmoğlu nə olar at ürəyim atamı istir gedək bayram. Axı bayram olanda yetimin gözü qalar qapıda. Amma oğlu gedək nə olar atamı ziyarət eləyək. Qasım Əli Əkbər deyər Qasımla gəldi Bəqi qəbristan ilə. Gördüm atasının qəbrini görəndə belə özün saldı qəbrinin üstünə. Ataya bayram günündə də ata yana məlalüvə. Dur qəbridən yetim balavı al qucağıma. Ay 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 eyvah ay ay aman aman aman. Dur qəbridən yetim balavi ol kucağıma. Elə məzlumdur bu bala, elə məzlumdur. Nə öz qəbri Kərbəlada məlumdur, nə atasının qəbri məlumdur. Allahu Ekber. Can Qasım. Yel yatar, tufan yatar, yatmaz Hüseyin'in bayrağı. Hamıdan xahişim budur ki, sinəni ağır vurun. Tək sinə vuracaqsınız, inşallah ağır, amma mənə baxacaqsınız. Yel yatar, tufan yatar, yatmaz Hüseyin'in bayrağı. Dideye alem yatar, yatmaz Hüseyin'in
bayrağı yel yatar tufan yatar yatmaz Hüseyin'in bayrağı dideyem alem yatar yatmaz Hüseyin'in bayrağı yel yatar tufan yatmaz Hüseyin'in bayrağı yel yatar yatmaz Hüseyin'in bayrağı dideye alem yatar dideye alem yatar yatmaz Hüseyin'in bayrağı dideye alem yatar dideye yatmaz yel yatar tufan yatar yatmaz Hüseyin'in bayrağı yel yatar sinəni vurun ama ağır yatmaz Hüseyin dideye alem yatar dideye sinəni vurun ki cemaat bilsin mi yatar yatmaz Hüseyin'in bayrağı dideye alem yatmaz Hüseyin bir de hamamız diyen yel yatar tufan yatar yatmaz dideye alem yatar yatmaz Hüseyin'in bayrağı dideye alem yatar alem yatar yatmaz Hüseyin'in bayrağı ey Eragim toprağı ver şuru şeyinden haber sen dedi altı imam ifaye deyininden haber ya Necef ya Samira ya Kazım eyninden haber her taraftan od yağıyor Qəbre Hüseyin'inden haber korkma bu böhran yatar yatmaz Hüseyin'in bayrağı yel yatar behbe yatmaz Hüseyin'in bayrağı yel yatar maşallah yatmaz Hüseyin'in bayrağı biz bu bayraqdan berat Allah eşitsin müddəi getmərik ayrı məsirə getsə getsin müddəi Təneler bəsli xəta yoldan gəyitsin müddəi şavxına merdan yatar yatmaz Hüseyin'in bayrağı yel yatar
Güzel güzel yatmaz Hüseyin'in bayrağı. Dideye alem yatar dideye. Maşallah. Bir de yel yatar, yel yatar. Can yatmaz Hüseyin'in bayrağı. Dideye alem yatar dideye. Berekallah. Yedi derya bir yana, etşan kalan leb bir yana. Nesli Adem bir yana, 70 mügerreb bir yana. 70 aşık bir yana, teşkemli Zeynep bir yana. Allah Allah, can Zeynep. 70 aşık bir yana, teşkemli Zeynep bir yana. Bildiyor Guncan yatar, yatmaz Hüseyin'in bayrağı. Yel yatar, can can yatmaz. Yel yatar hamı desin, yel yatar. Dideye alem yatar dideye. Can can yatmaz Hüseyin. Bir de dideye alem yatar dideye. Alem yatar yatmaz Hüseyin. Ey Irak'ın toprağı, ver şore şeyinden haber. Ey Irak'ın toprağı, ver şore şeyinden haber. Sen dedi 6 imam, ifade deyninden haber. Ya Necef ya Samira, ya Kazım eyninden haber. Her taraftan od yağır, Qəbre Hüseyninden haber. Korkma bu böhran yatar, yatmaz Hüseyin. Dideye alem yatar, yatmaz Hüseyin. Yel yatar hami, yel yatar. Dideye alem yatar, dideye alem yatar, yatmaz Hüseyin. Bir de dideye alem yatar, dideye alem yatar. Maşallah yatmaz Hüseyin. Başda var şu geçer belam, başda var şu geçer belam. Aldı sabrimi neynevam, başda var şu geçer belam. Aldı sabrimi neynevam. Ateşin dilden ses gelir, sende yatan şaha canım feda. Ateşin dilden ses gelir, sende yatan şaha canım feda. Ey dil ehline bilsak, güzel sahno revak, güzel sahno revak. Ya
yandırır dərdi fəraq, məni dərdi fəraq, məni dərdi fəraq. Səslərəm Kərbəla, Hüseyn Kərbəla, Hüseyn Kərbəla. Səs hamı desin, səslərəm Kərbəla, Hüseyn Kərbəla. Səslərəm Kərbəla, Hüseyn Kərbəla, Hüseyn Kərbəla. Başda var şoq Kərbəla, aldı səbrimin eynəva. Ateşin dildən səs gəlir, səndə yatan şahə canım fəda. Ey dil əhli nəvisan, gözəl səhno rəvaq, gözəl səhno rəvaq. Yandırır dərdi fəraq, məni dərdi fəraq, məni dərdi fəraq. Səslərəm Kərbəla, hay hay Hüseyn Kərbəla, bu bəla. Səslərəm Kərbəlada deyəsən, ay qurban olum sizə. Bir də səslərəm Kərbəla, bu bəla, Kərbəla. Səslərəm Kərbəla, Hüseyn Kərbəla. Bu bəla xakündə eşq oldu təfsir, azadəli oldu təqrir. Xakündə eşq oldu təfsir, azadəli oldu təqrir. Soti heyhat minnəzillə, ucaldı həm səndə zikr təkbir. Soti heyhat minnəzillə, ucaldı həm səndə zikr təkbir. İzzətün ərşə çatıb, nohəflaşə çatıb, nohəflaşə çatıb. Çün ağam səndə yatıb, ağam səndə yatıb, ağam da yatıb. Səslərəm Kərbəla, hay 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 Hüseyn Kərbəla. Səs can qurban olaram sizə. Hüseyn Kərbəla. Bir də səslərəm Kərbəla, Hüseyn Kərbəla. Səslərəm can. Aç qolu ver. Hüseyn Kərbəla güləl üzdü gülzarindən, yar ayrıldı öz yarindən. Güləl üzdü gülzarindən, yar ayrıldı öz yarindən. Göz yumdu biçarə Leyla, göz yumdu biçarə Leyla. Əkbər ol məhsima cəvanindən, göz yumdu biçarə Leyla. Əkbər ol məhsima cəvanindən. Səslədi ya vələdi, Əli ya vələdi, Əli ya vələdi. Səslərəm Kərbəla, Hüseyn Kərbəla. Səslərəm Kərbəla, Hüseyn Kərbəla.
Hüseyin bu vela üz verdi gəm mehrama hem derd o mühnet alüllahə üz verdi gəm mehrama hem derd o mühnet alüllahə kızlar rahim etti tesir Sekkayı etfal bi penah oldu dil xəstə rubab edib beylə xitab bu qədr etmə təlaş üz gözün etmə xəraş öləydim balaşaş öləydim balaşaş səslərəm bir də səslərəm sinəzənlər hani, sinəzənlər hani açsın qollarını Gər bu bəla olmağa amavcı bəla Gəlirəm Kərbəla olmağa amavcı bəla Gəlirəm bəla xakün edəm ləl-o təla Gəlirəm Kərbəla xakün edəm ləl-o təla Gəlirəm Kərbəla 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 Hami Kərbəla 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 sinəni cuşu vur Kərbəla olmağa amacı bəla Gəlirəm Kərbəla olmağa amacı bəla Gəlirəm Kərbəla xakün edəm ləl-o təla Gəlirəm Kərbəla xakün edəm ləl-o təla Gəlirəm Kərbəla 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 Hami Kərbəla 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 Bəla Kərbəla Ya Ali Kəbəni heyrətdə qoyub Həsənatün sənin Kəbəni heyrətdə qoyub Həsənatün sənin Vadə-i Sinadi məgər Ərəfatün sənin Zəmzəmi şərməndə edər Bu fəratün sənin Səndə edəm səy o səfa Maşallah Maşallah Səndə edəm səy o səfa Səndə edəm səy o səfa Bəla məşqü və qurban Məşqü oxlana Saqqayı hərəm Sərniqun ələm Qeyrətün qurban Qeyrətün qurban Fəzharda minanım bu qədər Şərəf o şəni var Harda minanım bu qədər Şərəf o şəni var Əsğər 6 mah həkimin Quzu qurbanı var Hansı xəlilində görüm Belə imkanı var Hansı xəlilində görüm Belə imkanı var Tək nəzəbi həm bir qəfa Gəlirəm Kərbəla Xakün edəm ləl-o təla Gəlirəm Bəla Kərbəla 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 Bir də Kərbəla Kərbəla Bəla Kərbəla Səndə dəm-adəm axacaq
üzüme göz yaşım. Sende de madem akacak, üzüme göz yaşım. Oğlum elimden gidecek, Eləcək qardaşım, oğlum elimden gedəcək, öləcək qardaşım, İzzət ilə əldən ələ düşəcəkdir başım. Olmağa təslim qəza, gəlirəm Kərbəla, səndə axar Zeynəbimin üzə əşyətəri, səndə axar Zeynəbimin üzə əşyətəri, Qavrətə Zəhra qızının gedəcək məcəri, Qavrətə Zəhra qızının gedəcək məcəri. Ay Kərbəla, səndə axar Zeynəbimin üzə əşyətəri, Qavrətə Zəhra qızının gedəcək məcəri. Sinəvi aç, bağrıva bas, yaralı peykəri, saxla məni sübh məsa, gəlirəm Kərbəla, Kərbəla, Kərbəla. Tuşi, Kərbəladan ulduzum əli laylay, dadım duzum əli laylay, niyə yumuldu dodağın əli laylay, dan ulduzum əli laylay, dadım duzum əli laylay, niyə yumuldu dodağın əli laylay, 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 əli laylay. Hamı laylay çalsın, əli laylay, əli laylay, əli laylay. Əlim laylay hami, əli laylay, 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 əli laylay. Dan ulduzum əli laylay, dadım duzum əli laylay, niyə yumuldu dodağın əli laylay, dan ulduzum əli laylay, dadım duzum əli laylay, niyə yumuldu dodağın əli laylay, əli laylay, əli laylay, əli laylay, əli laylay, əli laylay. Mənə bax, əli laylay, 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 əli laylay. Mənə bax, əli laylay, əli laylay, əli laylay, əli laylay, əli laylay, əli laylay, əli laylay. Bir də hamı desin, əli laylay, əli laylay, əli laylay, əli laylay. Ay əli, sinə vur. Əli laylay, məni atıb hara getdin, boğazda bir yara getdin, nədən yaralı şəhidim, sən hamıdan sonra getdin, məni atıb hara getdin,
boğazda bir yara getdin. Nədən yaralı şəhidim, sən ammıdan sonra getdin. Əli loy loy, 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 əli loy. Hamı desin, əli loy loy. Əli loy loy, əli loy loy, loy, əli loy loy, loy loy. Oğul box necə oxdu, əlimdə çarəsi yoxdur. Biləydi hər mələk şoş, şöbə ox sənə çoxdur. Oğul box necə oxdu, əlimdə çarəsi yoxdur. Biləydi hər mələk şoş, şöbə ox sənə çoxdur. Əli loy loy, 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 əli loy loy loy, əli loy loy. Ay bala bala bala, ay ay ay, əli loy, əli loy loy, əli loy loy, əli loy loy. Çəmən solar qəm ayında, xəzanda matəm ayında. Mənim gözəl gülüm Allah, solub məhərrəm ayında. Çəmən solar qəm ayında, xəzanda matəm ayında. Mənim gözəl gülüm Allah, solub məhərrəm ayında. Əli loy loy, əli loy loy, əli loy loy. Balam loy loy, gülüm loy loy, əli loy loy, əli loy loy. Əli loy loy, loy, əli loy loy, loy. Amandı getmə bu xabə, susəf bu qəlbi kəbabə. Mənim oxa gülən oğlum, təbəssüm eylər babə. Amandı getmə bu xabə, susəf bu qəlbi kəbabə. Mənim oxa gülən oğlum, təbəssüm eylər babə. Əli loy loy, vay əli loy loy, əli loy loy, əli loy loy, loy, əli loy loy, əli loy. Hay! Balam loy loy, gülüm loy loy, əli loy loy, loy, əli. Hamı loy loy çalsın Əli Əsqərə bu gecə. Əli loy loy, can bala. Loy loy, əli loy loy, loy loy, əli loy loy, loy loy. Damul duzum əli loy loy, dadım duzum əli loy loy. Niyə yumuldu dodağın əli loy loy, əli loy loy. Loy loy bala loy loy, ay 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 ay. Loy loy, ay ay gülüm loy loy, gülüm loy loy, gülüm loy loy.
Vay Hüseyin, vay Hüseyin, vay Hüseyin, vay Hüseyin. Vay Hüseyin, vay Hüseyin, vay Hüseyin, vay Hüseyin, vay Hüseyin, vay vay Hüseyin, Hüseyin, vay Hüseyin, vay Hüseyin. Vay son defa Hüseyin, vay Hüseyin, vay bir de dilinize kurban Hüseyin, Hüseyin, vay bir daha mı desin Hüseyin. Esselamu aleyke ya Eba السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين يا حسين يا حسين حسين ümid bir kesan hayandasan ey sahibe zaman hayandasan el-gos el-eman hayan
ayağındasan. Ağa tez gəl. Çöldə olan qardaşlarım, əllərinizi saxlayın, sizə mən qurban olum. Gələk. Mən həmişə Məhərrəm ayında İmamı Zaman əleyhissalamı dəvət eləyərəm. Düzdür, öz çəddinin yasına gəlir, amma mən də öz ürəyim istəyir ki, mən də dəvət eləyəm. Gələk, ümidi bir kəsan hayandasan. Ey sahibə zaman hayandasan. Elğas eleman hayandasan. Ağa tez gəl. Gələk, kani kərəm səfa ver aləmə. Ey nur bag ərş-i əzəmə. Fitnə tapar səni ilə xatəmə. Ağa tez gəl. Ağa vardır ləbündə xal-i Haşimi. Əldən alıb qərar hoşimi. Sevdayı eşqə saldı başimi. Ağa tez gəl. Ağa gəl gəlməyinlə başa sayə sal. Olsun tamam sən ilə qeyl o qal. Məzlum Hüseynin intiqamına. Ağa tez gəl, mənə də bax. Mərizəm bir təbibəm, mənə də bax. Ətadəm bir nəsibəm, mənə də bax. Kərəm qıl hey Həbibim, mənə də bax. Olar mənə də baxı siz deyəsiz. Ya İmam-ı Zaman bizə də nəzər elə. Mənə də bax. Mərizəm bir təbibəm. Ay 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 ay. Ətadəm bir nəsibəm, mənə də bax. Can kərəm qıl ey Həbibim, mənə də bax, mənə də bax. Ey aləm dilrubası, can olar Zəhra balası də bax. Nolar Zəhra balası. Mənə də bax anan Zəhraya xatir, mənə də bax. Anan Zəhraya, can anan Zəhraya, bax anan Zəhraya xatir. Bax gələrəm əldə nəqd can,
Sənin ardınca hər zaman ağaya sahibə zaman, ağaya sahibə zaman, mənə də bax, yaman dərdə düçarə. Can nədir bəs rah-ı çarə? Görürsən biqərarə. Mənə də bax, anan Can anan Zəhraya xadir, anan Zəhraya xadir, bax bir də mənə də bax, anan Zəhraya xatir, ax anan Zəhraya, mənə də bax, anan Zəhraya, mənə də bax, gəl səni Fatimə anan, hicri qutar əziz can. Gəl səni Fatimə anan, hicri qutar əziz can. Yolu gözlür aşiqan, ağaya sahibə zaman, mənə də bax, hami izzavü qarim, ax cahanda etibarim, baxsınan dildə qərarim, bax mənə də bax, anan Zəhraya xatir, anan Zəhraya, hamı desin, mənə də bax, anan Zəhraya xatir, bax anan Zəhraya. İndi denən mənə də bax, nə olar Zəhra balası, mənə də bax, nə olar Zəhra balası, mənə də bax. نسألك اللهم وندعوك باسمك العظيم الأعظم الأعز الأجل الأكرم وبالحسين يا الله 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 يا رحمن يا رحيم يا مقلب القلوب ثبت قلوبنا على دينك. İlahi əllərimizi naumid qaytarma. Amin deyən dilləri lal öldürmə. İlahi bu əzadarlığı, bu kiçik əməlləri öz böyüklüyü və layiq şəkildə bizdən qəbul elə. İlahi burada danışılan sözləri danışanın, eşidənlərin qəlbində təsir elə. Bizi öz dediyimizə, eşitdiyimizə əməl eləməyə müvəffəq elə. Bu məhərrəmi bizə axırıncı məhərrəm qərar vermə. Bu məhərrəmin qalan günlərinin 10 günlüyünün feyzindən, Aşura feyzindən bizi binəsib eləmə. İmam Hüseyin ağanın dünyada ziyarətindən, qiyamətdə şəfaətindən bizi binəsib eləmə. İşğal altında olan torpaqlarımızı tezliklə azad eləməyə bizi müvəffəq elə. Torpaqlarımızın uğrunda canından keçən şəhidlərimizi Kərbəla şəhidləri ilə məşhur elə. Əskərlərimizi, ordumuzu ağla gələn, gəlməyən bəlalardan hifz elə. Bütün arzulayanlara sənin yanında ən şərafətli ölümü nəsib elə. Ömrümüzün axırınacan bizə halal, minnətsiz ruzi mərhəmət elə. Hər kim malı ilə, canı ilə, elmi ilə, hər vasitə ilə dini və xalqa, müsəlmanlara xidmət göstərir, dünya və axirətlərin abad elə. İslama, müsəlmanlara, xalqımıza xəyanət eləyənləri zəlil elə. İmam Zaman ağanın mübarək olan qəlbin bizdən razı elə. Ağamızın zuhurun tez elə. Haqqı Muhammedin və alih və bi haqqı surətil mübarəkətil Fatihə məs-salavat.